Hamıya yaxşı görünmək istəyi səni hədəflərindən uzaqlaşdırır. Qohumun, dostun, iş yoldaşın xırda bir kömək istəyir. Sən də onları qırmamaq üçün öz işini yarımçıq qoyursan. Nəticə, günün sonunda hamı səndən razıdır. Bircə özündən başqa. Çünki öz işin yenə sabaha qaldı. Sərhəd qoymamaq nəzakət deyil, peşəkar zəiflikdir. Sən hər kəsin vacib olmayan işinə hə dedikcə, əslində öz gələcəyinə yox deyirsən. Zamanını hər kəsə paylasan, sənə nə qalacaq? Hər kəsə hə demək xeyirxahlıq deyil. Mən də uzun müddət yaxşı insan obrazı yaratmağa çalışmışam. Elə bilirdim, hər kəsin işinə qaçsam daha çox dəyər görəcəm. Amma gördüm ki, mən hamının prioritetləri arasında qaldıqca öz prioritetlərim yoxa çıxır. Mən hamı üçün əlçatan olanda özüm üçün əlçatmaz olurdum. Bu gün bir qalxan öyrənirik. 24 saat qaydası. Səndən nəsə xahiş olunanda dərhal hə demə. De ki, təqvimimə baxıb sənə 24 saat ərzində cavab verəcəm. Bu sənə düşünmək və lazım gələrsə nəzakətlə imtina etmək üçün vaxt qazandıracaq. Gəl bu suala cavab tapaq. Sən bu gün kimə yox deyib özünə hə dedin? Şərtdə cavabını yaz. Sabah sabahın yalanından danışacağıq. Qaçırmamaq üçün məni izləyin. Unutma, sənin hərlərinin dəyəri yox deməyi bacardığın qədərdir.